Deməli, Xəzər rayonu Binə qəsəbəsi Binə Savxoz 218 sayılı orta məktəbin bu gün şagirdlərə verdiyi kitabları sizə təqdim edirəm. Əgər ki, bunlara kitab demək olarsa, yəni bizim uşaqlarımıza layiq bilib verdikləri kitablar bunlardır. Baxın, bu riyaziyyat kitabıdır, yarısı yoxdur, bu vəziyyətdədir. Bu uşaq bu kitabdan nə oxuyub öyrənə bilər sizcə? Bunlara kitab demək olarmı? Bu tarix kitabıdır. Bütün vərəqləri belə bu vəziyyətdədir. Yəni bu kitabları oxuyan həqiqətən də professor olar. Baxın. Bu isə Rus kitabıdır, Ruski yazıq. Yəni bütün kitablar və bütün sinifə, tək bizə yox, bu vəziyyətdə kitablar verilibdir. Bu vəziyyətdə. Yəni bu bizim uşaqları konkret təhqir eləmək deməkdir. Bunları hansı zibillikdən yığıb bizim uşaqlara veriblər, mən onu başa düşə bilmirəm.